Gecə gündüz düşüblər batil və zalımı tərifləyirlər. Muaviyə və Bəni Ümeyyəni. Gecə gündüz tərif gedir ha. O ötürür ona, o ötürür ona. Ancaq söhbət Muaviyədən gedir. Elə bir ki, Muaviyədən başqa bir adam yox idi Peyğəmbərin dövründə. İndi baxın, Muaviyə, yəni Bəni Ümeyyə Peyğəmbər əleyhissalam dünyasını dəyişəndən sonra bütün tarixi İslam'a baxın, həmişə çalışıbdı Əhl-i Beyti vursun, zəlil eləsin, əlindən gələn təhqir və böhtanları yağdırsın və yağdırıbdı da. O Muaviyə ki, minbərdə, xütbədə həmişə mən demişəm, əlini söydürərdi, söyməsə xütbə qəbul deyildi. Və hətta tarixdə Mərvan ibn Həkəm ya hansısa yadımdan çıxıb məşhurdur. Xütbə eləyirdi, bir dəfə Əli əleyhissalamı təhqir və söyüşündə tapşırıq daxil gərək söyəsən. 3 xəlifənin adını çəkirlər, Allah razı olsun, Allah rəhmət eləsin filan, gəlib Əliyə çıxanda əlini söyərdilər, lənətləyərdilər. O ki onu demədi, yerdən çağırdılar ki, deyəsən sən sünnəti əməli tərk eləmisən. Yəni sünnəti əməl kimi bilirdilər ki, əlini söyən sünnəti əmələ riayət eləyibdir. İndi baxın, tək Əlidən söhbət getmir ki, Əli əleyhissalam, xanım Fatimə Zəhra əleyhissalam bunlardan Peyğəmbərə yaxın insan olmayıbdır. Peyğəmbər əleyhissalamdan buyurur, Fatimətü bədəətun. Bədəətunun mənası yəni ətimin bir parçası. Ətin bir parçasına bədəətun deyərlər ərəblər. Deyir, mənim parçamdır. İndi baxın, həmin ailəni 100 il söydürən adamın nəyin tərifləyirsən? Sənə Muaviyədən vəzifə verən yox, Muaviyədən sənə pul verən yox, falan söz yox, indi gəlir, o tərəflərdən gəlir, verirlər ki, deyirsən. Amma bu qədər imanın zəifdir ki, Allahdan qorxmursan. Yəni, baxın, heç fərqi yoxdur. Bəni Ümeyyənin dövründə Əhl-i Beytə olunan zülüm bu gün də həmən şeydir. Bir həftə bundan qabaq həmin o vahabilər girdilər Dəməşqə, göstərdilər nəyi? Hamız görmüşsünüz onu. Şuşanın içində Xalid ibn Vəlidin məzarın, qəşəng, səliqəli filan. Və niyə imamların qəbrini bomba ilə partladırsınız? Amma gedib durub Xalid ibn Vəlidin qəbrinin yanında ağlayırdı ki, şükür Allaha ki, biz sənə gəldik, ziyarət elədik. Bəs Peyğəmbər Əhl-i Beytinin qəbrini niyə dağıdırsınız? Xalid ibn Vəlid elə bir şəxsiyyət olubdur ki, Peyğəmbər sahabəsinin bir kənd ağsaqqalının öldürür kişini ki, xanımı ilə həmin gecədə zina eləyib. Bütün tarixlər yazıb bunu. Etmədiyi zülümlər qalmayıb. Baxırsan ki, həqiqətən o ağa qara demək, elə baxırsan ki, yəni, ağa necə qara deyəsən və yaxud da qarıya necə ağ deyəsən. İnsanda heç olmasa bir balaca qəlbində Allahdan qorxa, Allahdan qorxmaq ola. Sən zalıma gəl bu tərifi ver ki, Peyğəmbərə ən yaxın olan dünya və axirət. Əgər Peyğəmbərə inanırsansa, deyir ki, Əli, səndən yaxın mənə heç kəs olmayacaq. Sən də bu günlərim gəlirsən ki, yox, Muaviyə yaxın olacaq. Peyğəmbər deyir ki, Əli ilə düşmən olan mənlə düşməndir. Əlini sevən məni sevir. 100 ildə minbərdə söydürüb də yenə deyirsən ki, yox, Muaviyə Allah rəhmət eləsin. Quran deyir, lənət eləsin. Bu deyir, yox, rəhmət eləsin. Peyğəmbər deyir ki, lənət eləsin. Deyir, yox, bu rəhmət eləsin. Bax, İslamın məzlumiyyəti budur. İslamiyyət bu günlərin o insanların hiləsindən, məkrindən, yalan o xislətlərindən qalıb bax bu məzlum Əhl-i Beytin həqləri artıq nə olur? Görsən ki, üstü qara bulutlar. Amma xeyri yoxdur. Günəşin üzün heç vaxtı bulutlarla örtmək olmaz. Odur ki, biz bir şiə olaraq, Əhl-i Beyt şiəsi olaraq, Əhl-i Beytin yolun gedənlərdən olaraq, gərək Əhl-i Beytdən harda var orada danışaq. Harda var ki, onların haqqını müdafiə eləyək. Harda bir məclis eşitdiniz, gedin orada iştirak eləyin. Harda imkanın var, 1 manat da olsa çalış malından xərclə Əhl-i Beytə. Bunu eləsən, necə ki, bugünkü günə qədər 1400 ildə Əhl-i Beyti sən sevmisən, tanımısan, yolun gedirsən, səndən sonraki nəsil də onu eləyəcək. Eləməsək, eləməyəcəklər. Düşməndən qorxsaq, o məlunlardan Əhl-i Beyt gedəcək. Onlar öz zülümlərini artırdıqca biz öz əməlimizlə Əhl-i Beyti olan məhəbbətimizi artıraq gərək.